Hər gün salamlayıram, dəyərli abituriyentlər. Mən Adəm Əlim sizə 9 mart tarixində keçirilən riyaziyyat suallarının izahını verirəm. Diqqətli olun. Deməli, belə sualdır ki, ifadəsinin qiymətini hesablayın. Sürətimiz müxtəsər mat usuluna əsasən bu nədir? A minus B plus B, yəni 828 çıxılsın 72, 828 plus 72. 378 aşağıda bərabərdir. Deməli, bunları toplayanda, toplayanda 9 eləyir. Bunları çıxanda 8-dən 2, 6, sonra 12-dən 7, 5 və 756, 376-da məxrəcdə xüsusilə 2 qalır. 9 2-yə vuranda eləyər 1800, doğru cavabımız olar C. Aynən ərs hissəsində A13 və ya 28-i veribsə, silsilə fərqini soruşur. Silsilə fərqini belə tapırıq ki, A28 çıxılsın A13, 28 çıxılsın 13. Bu formada yazırıq. A28-in qiyməti 28-dir, A13-in qiyməti 58-dir. 28-dən 10 çıxanda qalacaq 15, bərabərdir. Mənfi 30-u bölürəm 15-ə nə qalır? Qalır mənfi 2 və B variantı doğrudur. 63-cü suala baxırıq. Hasil şəklində göstərilən kosinus alfa plus kosinus beta, yəni kosinus alfa plus kosinus betanın normal şəkildə düsturunu əgər yazsam 2, yəni yazsam ki, bax, kosinus alfa üstəgəl kosinus betanı yazsam 2, kosinus alfa plus beta bölü 2, kosinus alfa plus beta bölü 2, kosinus alfa minus beta bölünsün 2 şəklində yazmış olaram. Bu da bizim misalda olacaq 2 kosinus 38 18 toplayanda 56, 2-yə böləndə 28, 30-dan 18 çıxanda 20, 2-yə böləndə eləyəcək kosinus 10 və D variantı doğrudur. Sonra 64-cü suala baxırıq uşaqlar. Bizə deyir ki, AC-miz 20-dir. AC-miz 20-dir. BN-imiz 8-dir. Sonra NC-imiz nədir? 17-dir. Və MN-i sual verir. MN də olsun, bir X tərəfimiz olsun. MN AC paraleldir. Əla bildik. Paralellik şərtindən istifadə eləyək. Alfa oxşarlıqdan istifadə eləyərək. Alfanın qarşıda duran 8. Bax, böyük. Bax, burada ümumiyyən ABC tutacağında duran BC tərəfindən nisbəti, yəni 25-ə nisbəti. Alfa bitişi X-in böyük üçbucağımızda alfa bitişinin, yəni nəyə? 20-yə olan nisbəti. Burada nə olacaq? X bərabər olacaq 8 vurulsun 20 bölünsün 25. 5-ə xüsusilə aşağıda 5 qalar, yuxarıda 4 qalar. 32-ni 5-ə böləndə qalar 6,4 və A variantı doğru cavab olar. 65. Prizmanın həcmi 120-dir. Hündürlük 8 isə oturacağın sayəsini tapın. Bildirir ki, prizmanın həcmi S oturacağın hündürlüyə hasilinə bərabərdir. Həcmini 120 verib, oturacağın sayəsini verməyib, hündürlüyü 8 verib. Nəhayət, buradan biz oturacağın sahəsini 128-ə bölməklə tapa bilərik ki, eləyər nə qədər? 15 edər. Doğru cavab A bəndə olar. Sonra 66-ya keçək. Uzunluq eni 40 uzunluq alan düzlüğün perimetri. Düzlüğün perimetri bərabər 2 vurulsun A plus B olduğuna görə perimetrimiz bərabər 2 vurulsun 40-la nə? K-nın nəyinə? Cəminə. O da C variantı verir bizə. 67. 17 kiçik bərabərin kiçikdir nədir? 23-dür. Qaydalar əsasən deyir ki, 17-ni alır, amma 23-ü almır. Bu formada misal tapmaq üçün, məsələn, bu formada A, B formada ifadəni sayı tapmaq üçün B-dən A çıxmağımız kifayət idi. Onun üçün biz 23-dən 17-ni çıxıb biz 6-nı tapmış olarıq. Doğru cavab C variantı. Sonra daha sonra uşaqlar 68-ci sual. Şagird sinifdə 24 şagird var. Sinifdə 24 şagird var. Bu şagirdlərdən iki növbətçini neçə müxtəlif üsullardan seçmək olar? Artıq buna yazacaq 24 nəfərdən 2-ni. Yazacaq kombinazon 24 nəfərdən 2-si. Bu da yəni nə edir? 24 vurulsun 23 bölünsün 2 kimi hesablayırıq. Yəni 12-ni vuranda 23-ə eləyir 500, yox, 276.
276. Doğru cavab C variantı olur. 68, 69'a baxaq. 40% bu olan ifadələrin bərabər olan ədəd tapın. Hesablama aparacağıq. 10'da 45 vurulsun 3'də 3 birinci sıra 2 5. Üstəgəl 10'da 25. Bu birisi neçə eləyir? Bunlar ixtisar gedəndə 15 qalır. Elə yazırıq ki 10'da 75 üstəgəl 10'da 25. Bu da eləyir 10'da 100. 10'da 100'də 10'a bərabər olduğuna görə elə bil ki 40% onun ədəd tapanda onu 100'ə vurub 40'a böləcəyik. 4, 100'ü 4'ə bölən nə qalacaq? 25 qalacaq və doğru cavab olacaq E variantı. 70'ə baxırıq ki, şəkildə verilənlərə görə alfa bucağını tapın deyir. Eyni göstərişdən daxili çəkim bucaqla bərabər olduğuna görə elə alfamız da bərabər nə olacaq? 40 dərəcə olur. Sadə bir elementar bir sual. 70. Qiymətini hesablayın. Sinüs 60 kök altda 3 bölü 2'dir. Kosinüs 30 da kök altda 3 bölü 2'dir. Bu da eləyər eyni ifadə bir-birinə çıxanda 0 və Y variantı doğru olar. 72. 2 üzərində qüvvət bir-birinə vurulmalıdır. 2 köşətdə 2 köşətdə 2 oranı 2 eləyər və doğru cavabımız nə olar? 4 elementar sual formasında. Ən kiçik tam həlini deyir tapın. Mənfiyə bölündə işarə dəyişəcək. X böyük bərabərdir. 8'i mənfi 2'yə bölündə qalar mənfi 4. Ən kiçik artıq burada bilirik ki nə olacaq? Mənfi 4'ü alacaq. Sonra keçə 74'ü. Konusun doğranı 10 kök 3. Biz konusumuzu çəkirik. Bax, bu bizim olsun konusumuz. Konusun doğranı, yəni 10 kök 3 buradır. Oturacaq müstəvisli 30 dərəcə bucaq əmələ gətirir. 30 dərəcə bucağımız bax bu hissədir. Demək olsun qarşısına katepetonuzun yarısı olmalıdır. Bura 5 kök 6 nədir? 3'dür. Bizə deyir ki, konusun radiusunu tapın. Əlbəttə, Pifaqor teoreminə görə radiusun kvadratı 5 kök 3'ün kvadratı 10 kök 3'ün nəyi? Kvadratı. Radiusun kvadratı bərabər 10 kök 3'ün kvadratı 300 eləyir. 5 kök 3'ün kvadratı 75 eləyir. Radiusda kvadratı bərabərdir 225'ə. Radiusda bərabər nəyə? 15'ə. Bu oldu 74. Baxırıq ki, 75-ci suala. Deməli, belə bir məsələmiz var. Sadə bir formada yazmalıyıq ifadəni uşaqlar. Yəni, baxın, əvvəl belə yazırıq. 2 üstü x vurulsun 2 üstündə 3. 2 üstü 3 çıxılsın 6 vurulsun 2 üstündə x. 3 üstündə x vurulsun 3 üstündə 1 çıxılsın 3 üstündə nə? X. Nə eləməliyəm artıq mən bu ifadəni? Çıxılsın. O diqqətli bir dənə bunları yazım. Deməli, məsələ nədir uşaqlar? Artıq 2 üstü 3 8'ə bərabərdir burada. Elə bir belə eləyək. 2 üstü x-in mötərizə xaricinə çıxarsaq, olacaq 8 çıxılsın 6. 3 üstü x-in mötərizə xaricinə çıxarsaq, olacaq 3 minus nə? Qalacaq 1. Burada nə ifadəsi alırıq? 8'dən 6 2, 3'dən 1 2 qalır. 2 üstü x kiçikdir nə? 3 üstü x-dan. Və bu ifadəni hesablayan nə iş görürük? Hər tərəfini 3 üstü x-a bölsək, 2 üstü x bölünsün 3 üstündə x kiçik nə olacaq? 1'dən. 2 bölünsün 3 üzərində x kiçik nə olacaq? Kiçik olacaq 1'dən. Bu nə deməkdir uşaqlar? Deməli 2 bölünsün 3 üzərində x 1 nədir? 3'də 2 üzərində nədir? 0 olmalıdır bu ifadəmiz. 0 olmalıdır ifadəmiz. Deməli, bir də deyir ki, ən kiçik tam həlini tapın. Ən kiçik tam həlini tapın. 3'dəki üstü x, 3'dəki üstü 0'dan artıq kiçikdirsə, x-in nəyə tapın? Artıq burada nə olmalıdır? X 0'dan böyük bir ədəd olmalıdır. Bizdən nəyi soruşur? Ən kiçik tam həlli. 0'dan böyük ən kiçik tam həlli bizə verir 1'i. 76-cı ifadəyə baxır uşaqlar. Deməli, AB 2 rəqəmli ədədləri üçün şərtdə AB natür ədəd olarsa, belə AB ədədlər arasından təsadüfi seçilmiş bir ədədin tək ədəd olması hadisəsinin ehtimalını tapın. Yəni, natür ədəd olarsa, yəni bu nə demək? 2 rəqəmli ədədlərdən söhbət gedir. Bu 16, 25, 36, 49, 64 və 81 ola bilər. Və 6 dənə ədəd var. 2, 4, 6 ədəd var. 6 dənə ədəddən təsadüf seçilmiş bir ədədin tək ədəd olması. Tək ədəd olması üçün 25, 49, 81 olmalıdır. 6'da 3 eləyəcək və
Ehtimalı bu nəyə bərabərdir? 2-də 1-ə bərabərdir. 77-ci suala baxırıq. Loqaritm 81 əsasdan nə? 8, 9 əsasdan 32. Və 81, 9 əsasda yaza biləcəyimizə görə yazırıq ki, loqaritm 81 yazırıq 9-un kvadratı əsasından 2-nin kubu aşağıda. Loqaritm 9 əsasdan 32-ni yazırıq 2 üstü 5 yazırıq. Deməli, 2-nin üstündəki 3 qabağa keçir. 9-un üstündəki 2 məxrəci keçir. Loqaritm olur 9 əsasdan 2. 5 qarşıya keçir. Olur loqaritm 9 əsasdan 2. İxtisar gedəndə elə bil ki 2-də 3 bölünsün 5 qalır. O da 2-də 3 vurulsun 10-da 5. 10-da 5 yox, 5-də 1. Bu da olacaq 10-da 3. Olacaq nə? 10-da 3. Belə. 10-da 3, yəni bunu ətraflı olaraq 0.3 yazırsan. Vəssalam. Sonra 77-ni yazdıq. Keçək 78-ə. X mənim 0.44 olduqda bu ifadəsinin qiymətini tapın. Vəssalam. Yəni 0.4-ün kvadratı eləyəcək. 10 vurulsun 0.16 çıxılsın. 5 vurulsun 0.4 üstəgəl 3. Yəni olacaq 1.6 çıxılsın. 5 olacaq 2 üstəgəl 3. 3-dən 2 çıxan 1, üstünə 1.6 eləyəcək nə? 2.6 sadə hesablama bir sualıdır. Soruşarlar. 79-cu sual. Aralarındakı məsafə 34 km olan A və B məntəqələrindən velosipedçi və piyada eyni zamanda qarşı-qarşıya hərəkətə başladı. A-dan hərəkətə başlayan velosipedçinin sürəti piyadanın sürətindən 8 km çoxdur. Məsələn, belə yazaq, elektrisiz oxuya yazaq. Və belə bir ifadə yazacağam. Deməli, yuxarıda yazıram. A məntəqəsi və B məntəqəsi. 2 məntəqə götürürəm. 2 məntəqə arasındakı məsafə A məntəqəsindən B məntəqəsinə qədər olan məsafə ümumiyyətlə 34 km məsafəmiz var. Sonra velosipedçinin sürəti piyadanın sürətindən 8 km çoxdur. Bunlar qarşı-qarşıya hərəkətə gəliblər. Məsələn, velosipedçi buradan başlayıbsa, piyada digər tərəfdən başlayıb. Məsələn, piyadanın sürəti tutam ki, bir x-dırsa, velosipedçinin sürəti olacaq nə? X plus 8. Çünki 8 km/saat çoxdur. Sonra, ümumiyyətlə, velosipedçi A-dan 24 km məsafədə olan C nöqtəsinə piyadan bu qədər tez çatırsa. Yəni, belə deyək də, bu 24 km buradan buradır. Tez çatırsa məsələsi və 24 km buradır. Qalan nədir? Burada 10 km-dir. Mən yazıram 24 bölünsün x plus 8-ə yolu tapıram. Yarım saat belə deyək də tez çatır. Yəni 0.5 bərabərdir 10 bölünsün x. Artıq bu məsələni həll eləyəcəyik. Piyadanın sürəti x olacaq və biz bir sürət tapacağıq. İndi nə edəyik burada? X-ları bir tərəfə ataq. Yazaq ki, aşağıda yazacağım. 24 bölünsün x plus 8 və yaxud 10 bölünsün x çıxılsın. Bu bərabər ilə yazıram 2-də 1. Orta əməli gətirəm. X vurulsun x plus 8. Yuxarıda olacaq 10x üstə gəl 80. Çıxılsın 24x bərabər nəyə? 2-də 1-ə. O x kvadratı üstə gəl 8x bərabərdir. 160 çıxılsın 28x-a. Sonra x kvadratı üstə gəl 36x çıxılsın 160 bərabər nəyə? 0. Sonra biri olacaq nə? x1 bərabər 1 4 olsa, x2 bərabər 1 olacaq mənfi 40. Artıq piyadanın 40-ın bir sürəti nə qədər olmalıdır? Piyadanın sürəti olmalıdır nə qədər? 4. Piyadanın sürəti 4 olmalıdır. Sonra buranı təmizləyim, keçək 80 nömrəli suala. Deməli, 24 nəfər işçi qrupundan olan qadınların yaşlarının ədədi ortası 21, kişilərin yaşlarının ədədi ortası 29-dur. Qrupdakı bütün işçilərin yaşlarının ədədi ortası 26 olarsa, qrupda neçə kişi var? Yəni, uşaqlar. Məsəl üçün, A-nı qoyaq bir dənə
qadınların sayı, məsələn, A-mız olsun, məsələn, tutalım ki, qadın sayı, B-miz olsun, kişi sayı olsun. Sonra bunların ümumiyyətlə 24 nəfərdən ibarət. Yəni A ilə B-nin cəmi bərabər nəyə? 24-ə. Vəssalam. Sonra deyir ki, qadınların yaşlarının ədədi ortası 21-dirsə. Qadınların yaşlarının ədədi ortası 21-dirsə, kişilərin yaşlarının ədədi ortası isə 29-dur. Vəssalam. Cavabını davam eləyək. Qələmi dəyişim. Deməli, ədədi ortası 21-dir. Amma nə qədər olduğunu bilmirik. Məsələn, A-nı bizim A qadınların sayıdır, B isə kişilərin sayıdır. Deməli, ümumi ədədi orta 21-dir. Məsələn, tutalım ki, deyək ki, qadınların ümumi yaşlarını bölərəm onların saylarına bərabər 21. Belə. Ümumiyyətlə, qadınların yaşları cəmi olar 21A olar. Kişilərin də, məsələn, kişilərin sayını da bölərəm, ümumi yaşlarını bölərəm B-yə bərabər olar 29. Burada, məsələn, kişilərin ümumi yaşları da olar 29, məsələn, olar 29B olar. Deməli, məsələ nədir indi? Deyir ki, yaşları. Bax, deməli, nədir məsələ? Uşaqlar, 26 yaşlarını deyib, qurtar ki, bütün işçilərin yaşlarının ədədi ortası 26-dır. Bütün işçilərin ədədi ortası. Yəni, nə deməkdir? 21A üstəgəl 29B, onu 24-ə böləndə cavab 26 alınırsa, deməli, 21A üstəgəl 29B bərabər 26-nı vuran 24-ə. 24, 4, 8, 10, 2, 6, 12, 2, 24, 1, 5, 4, 2, 624. Yəni, nə qədər? 624. Düzdür? Sonra bir dəqiqə buradan da əlavə olaraq A-lə B-nin cəmi də eləyir 24 eləyir. Sistem tənliyi həll eləsək, tutalım ki, hər tərəfini neçəyə vuraq? Hər tərəfini tutalım 29-a vursaq və yaxud hər tərəfini birincilərə aparsaq 21-ə vursaq fərqi yoxdur. Tutalım ki, yazaq 21A üstəgəl 29B bərabər 624. 21-ə vursaq nəysə 21A üstəgəl 21B bərabərdir. 24-ü 21-ə vursaq 4, 2, 8, 4, 4, 504. Tərəf-tərəfə çıxıq 21 ala gedər. Qalar 8B bərabərdir 120. B də bərabər nə olar? 15 olar. Bizdən soruşulan neçə kişi var və kişilərin sayını B ilə işarə elədiyimizə görə kişilərin sayı nə qədər elədi? 15 dənə elədi. Sonra indi keçirik hansı suala? Keçirik həmin bu funksiya sualına. Deməli, digər misallardan qaldıraq. Davam edək buradakı sualımıza. Deməli, funksiyamızın qrafikini veribdir. Funksiyanın qrafikini verib. Məsələn, nədir? AX kvadrat plus BX plus C. CO 5'dir. CO 5'dir. BO vurulsun. BO bərabərdir. 25 vurulsun AO olarsa parabolun təmin nöqtəsinin apsisini tapın. Məsələn, nədir? Deməli, CO 5-dirsə, baxın, bu C-dən O-ya qədər 5-ni ifadə eləyirik. C-dən O-ya qədər 5-i ifadə eləyirik. Tutalım ki, deyək ki, məsələn, deyək ki, CO 5-dir. İndi BO-da bərabərdir, BO-da bərabərdir 25 vurulsun AO.
Hə, nə deməkdir bu? Yəni belə deyək, düz uzağı tutsağın düz uzaq əvəzinə hündürlük çəkilib. Və bu formada yazaq. Həmin o hündürlüyün kvadratı, yəni CO-nun kvadratı bərabərdir. AO vurulsun OB olduğuna görə yerinə aparıb qoysaq, 5-in kvadratı 25 bərabər AO-nun yerinə elə AO yazaq. OB-nin yerinə yazaq 25 vurulsun nə AO. Deməli 25-lər gedər AO-muz bərabər olar nəyə? 1-ə. A-mız 1-dirsə, yəni A nöqtəsinin koordinatı nədir? 1-dir. Yəni bura mənfi 1, belə deyək də. Koordinatı nədir? Mənfi 1-dir. Sonra bizdən nəyə soruşur? Bizdən soruşulan parabolanın təpə nöqtəsinin apsisi. Təpə nöqtəsinin apsisi, bax burası simmetrik olduğuna görə, bunun orta nöqtəsi, elə bir AB-nin orta nöqtəsi olacaq. Hə? O zaman 25, bu tərəfi 25 olduğunu bilirik. Yəni 1-in 25 asılı 25-in kvadratı elədiyinə görə artıq 25-in üzərinə 1 gəlirik və 2-yə bölük orta nöqtəsi, simmetri olan nöqtəni tapmaq üçün. Yəni orta nöqtəsinin koordinatını tapmaq üçün. Və 26-ın 2-yə bölünə qaldı? Qaldı 13. Və hesabınız sual, keçək 82-ci suala. Alfa və beta uyğun tərəflər paralel olan müxtəlif hallı. Biri müxtəlif hallı bucaqdır. Dəqiqə. Biz yazdıq neçəni? 80-i, 81-i. 78, 79, 80, 81 yazdıq. İndi qaldıq 82-ci sual. Alfa və beta uyğun tərəflər paralel olan müxtəlif hallı. Gamma və fi isə paralel eyni hallı bucaqlar. Bu nə deməkdir? Alfa və beta müxtəlif hallı bucaqlarsa, müxtəlif hallı bucaqların cəmi 180 dərəcədir. Eyni hallı bucaqlar bərabərdir. Gamma bərabərdir nəyə? Gamma bərabərdir fiyə. Gamma fiyə bərabərdir. Gammanın dərəcə ölçüsünü 20% azaldıq. Betanın dərəcə ölçüsünü 20%. Gammanın dərəcə ölçüsünü alfanın dərəcə ölçüsünü 20% azdır. 20% azdır. Əla. Sonra gammanın dərəcə ölçüsü betanın dərəcə ölçüsündən 20% çox olursa, əla. Yəni bu nə deməkdir? 0,8 alfa bərabər 1,2-nə beta. Uyğunluğundandır. Çünki digər eyni hallı bucaqlar bərabər idi. 8 alfa bərabər nədir? Yazır 12 beta. Alfa 12K'dır, beta 8K'dır. Yəni 20K toplayanda 180 eləmirdi. 180 olanda K'mız nəyə bərabərdir? K'mız 180-də 20-yə bölən 9 qalır. 9 qaldığına görə alfa nə idi? 12K olduğuna görə 12-ni 9-a vurduq, elədi 108. Beta bərabərdir 8K olduğuna görə 8-i 9-a vurduq, elədi nə qədər? 72. Alfa və beta bucaqların dərəcə ölçülərini soruşur. Biri 72 dərəcə oldu, biri isə nə oldu? 108 dərəcə oldu. Sonra, indi baxaq nəyə? ABC bucağında bucaq 90 dərəcədir. Əla, qoy olsun 90 dərəcə. Düz bucaqlı üst bucaq çəkək, belə deyək. Bura olsun C 90'dır. C, bura yazaq A, B, burada C yazaq. AD tənböləndi, AD. AD tənböləndi. CD-miz 2,4'dür. CD-miz 2,4'dür. Bir dəqiqə şəkili diqqətli çəkim. Bura A-dır. Yox, C bucağı. C buradır, A buradır, B də buradır. Nədir? AD tənböləndir. Yəni bucağı alfa olaraq 2 yerə böldü. CD-miz 2,4'dür. AB-miz 8,5'dir. ABD üçbucağının sahəsini tapın. ABD üçbucağının sahəsini tapın. Yəni ABD bax bu iştiqlədiyim hissədir. Deməli məsələ nədir uşaqlar? D-dən C-yə, indi D-dən AB-yə bir dənə hündürlük çəksəm əgər, eyni bir nöqtədən çəkilən hündürlüklərimiz bərabər olduğuna görə, burada D-dən bir dənə K götürək. Yazaq DK da bərabər nə olacaq? 2,4 olacaq. Bizim hündürlüyümüz də var, tərəfimiz də var. Vurub 2-yə böləndə bir sahə tapmış olacaq. Bu da 1,2-ni vuracaq 8,5-ə. Burada 85-i 12-yə vuraq. 0, 17, 5, 8, 0, 2, 1 yadda 10. 10,2. Elədi nə qədər? Sahəmiz elədi nə? 10,2 elədi. Sonra
Keçəliyirik 84-cü nömrəli suala. Parçanın orta nöqtəsi deyir. Bax, parçanın orta nöqtəsini apsis oxunun mənfi hissəsi üzərində olarsa. Yəni, apsis oxunun orta nöqtəsi apsis oxunun mənfi hissəsi üzərində olarsa. Yəni, orta nöqtəsi ilk öncə tapmaq lazımdır ki, orta nöqtəsi deyəndə, yəni, uyğunluqla toplayıb 2-yə bölmək lazımdır. Yəni, k kvadratı çıxılsın 4k-nın üzərinə 12 çıxılsın 4k gəlib 2-yə bölmək lazımdır. Bu da olacaq k kvadratı minus 8k üstəgəl 12 bölünsün nə olacaq? 2. Biri oldu bu. Digəri toplayanda k kvadratı çıxılsın olacaq 12k üstəgəl 32 bir dəfə yazıram. Bölünsün nə olacaq? Yenə də bölünsün 2 olacaq. Düzdür? Təpə nöqtəsini deyir, orta nöqtəsi apsis oxunun mənfi hissəsi üzərində olarsa. Mənfi hissəsi orta oxunun mənfi hissəsi üzərində olması x-in nədir bu? Apsis oxu üzərində olması bunun y-nin 0-a bərabər olması deməkdir. Yəni, məxrəci 2-ni ataq o tərəfə olacaq nə? K kvadratı minus 12k üstəgəl 32 bərabər 0. Hə? 32 bərabər 0. Yəni, K1 bərabər 1, 8, 4, 32, hə. 1 olacaq 4, 1 olacaq 4, 1 də olacaq, məsələn, K2 bərabər nə olacaq? Olacaq 8. İndi, məsələ nədir, uşaqlar? Bizə deyir ki, K-nı tapın. Bizə deyir ki, K-nı tapın. İndi K-mızı nə götürəcək? K-mızı 4 götürəcək, yoxsa 8 götürəcək? Ümumiyyətlə, K-mızın hansı qiyməti oldu? Bizə deyir ki, orta nöqtəsi apsis oxunun mənfi hissəsi üzərində olarsa, bizə deyir K-nı tapın. Bir 4 var, bir 8 var. 4-ü yoxlayaq. Demək, biz 4-ü yoxlayırıq. 4, məsələn, 4-ün kvadratı 16, 16-dan çıxanda 64. Yəni, 0 ifadəsi bu alınmır. Çünki indi 8-i yoxlayırıq. Məsələn, 8-in kvadratı edir 64. Yəni, x 0 olmamalıdır. Bu ifadə x 0 olmamalıdır. Çünki apsis oxunun mənfi hissəsinin üzərindədir. Hər hansı mənfi bir qiymətdir. Məsələn, 8-i yoxlayırıq. 8-in kvadratı 64, 64, 64, 0 qalır. Olmaz. Ona görə bizim ifadəmiz nədir? 4-ə bərabərdir. Sonra bir dənə sonuncu sualımız qaldı. 85-ci sualdan təmizləyim. Venn diaqramı verilib. Bunu da təmizləyim. Bizdə sual verilir ki, A və B çoxlarının elementlərinin sayı verilib. Kəsişmənin elementlərin sayı B-nin fərqli elementlərin sayından böyükdür verilib. Deyir ki, böyükdür. O zaman nə etmək lazımdır, uşaqlar? Bir də əlavə sual verir ki, x-in natural qiymətləri üçün A minus B-ni ala biləcək ən kiçik və ən böyük qiymətlərin cəmi. Ümumiyyətlə, bizə verilən şərtə əsasən kəsişməmiz nədir? Kəsişməmiz 3x üstəgəl 4-dür, amma B-dən hanı çıxanda tək qalır 19 minus 2x qalır. Ataq bu tərəf olacaq 5x böyüdür 15-dən, x da böyüdür nədən? 3-dən böyükdür. İndi bizim bir ifadələrimiz var ki, ala biləcəyi ən kiçik və ən böyük qiymətlərinin cəmini soruşur bizdən. Deməli, belə deyək də, uşaqlar. Ən böyük və ən kiçik qiymət. Çoxlu elementlərin sayı natural ədədlər olmalıdır, uşaqlar. Deməli, x 3-dən böyük qiymət, 3-dən böyük artıq burada ən kiçik qiymət tapmış olacaq biz. 3-dən böyük ən kiçik olaraq 4 ifadəsini verə bilərəm. 4 ifadəsinin A ilə B-nin fərqi, yəni N, A ilə B-nin fərqi nə deməkdir? 2x plus 5'dir. Bax, bunu soruşur bizdən. 4'ü yerinə qoysam, 2 vurulsun 4 üstəgəl 5, elədi 13. Bu 13 qiymətini tapdıq. Bir də
Biraz əvvəl dediyim kimi çoxlu elementlərin sayı natural olduğuna görə bu 19 çıxılsın. Əlbəttə digər toplama ifadələridir. Natural və natural alırıq. Amma 19 çıx 2x ifadəsinə ehtiyatlı olmalıyıq ki, x-imiz ən böyük, yəni x-imiz ən böyük 9 ola bilər. Artıq 10 olsa olacaq -1. 9 olduğuna görə 2-ni vuracaq 9-a, üstünə gələcək 5-i. 18 üstünə 5, 23. Qiymətlərin cəmi soruşur. Ən böyük və ən kiçik. Ən kiçiyi tapdıq nə qədər? 13. Ən böyük tapdıq 23 və bu ifadələrimizin qiyməti ümumi ifadə 36-ya cəmimiz bərabər oldu.